Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 2 sotun içərisində 4 otaqlı evdir, paket Kupçalıyev 97 min manatadır. Qiymətində ev sahibi özü endirim eləyəcək, gəlin özü ilə danışın burada. Paket Kupçalıyevdir, evin də kupçası var, torpağın da kupçası var. Kupçada 151 kvadrat yazılıb, yuxarılı, aşağılı. Yəni aşağısı da kupçaya daxildir. Evimizin ara məsafəsi, buradan ara məsafəsi var. Evin arxasını içəri girəndə göstərəcəm. 4 metr yarımda arxada məsafəsi var. Yəni qanuni yoldur ora. Göstərəcəm oranı sizə. Bax belə bir evdir, bu da həyətidir. Mərkəzi kanalizasiyası, qazı, suyu, işığı, sayğaclar hamısı var. Çünki bu paket kupçalı evdir. Evimizin də üstü bütün belə qabancıqdır. Görürsünüz, bax qabancıqlarla bəzədilib. Qanuni daşdır bu, bax bu. Bax bu qanuni daşdır. Yəni şlanqı tutub bunu yuya bilirsiniz. Yəni emisiya deyil də bu ovalanıb tökülə yeri. Onlardan deyil. Mütləq gəlin bu evə baxın. Mərkəzi kanalizasiyanın tarafı buradadır. Burada da xüsusi belə yer saxlayıb. İstəyirsiniz beşetqə eləyin, istəyirsiniz bağ yeri eləyin. Nə istəyirsiniz öz zövqdən asılıdır. Yəni xüsusi burada belə bir yer ayrılıb. Şəbəkə pəncərələrlə 4 otaqlı evdir. 97 min manatadır. Qiymətindən narahat olmayın. Demək girişlərə baxaq. Burada belə bir girişi var. Belə nə bilim uzun belə bir zaldır da, nə bilim xeyir iş eləməyə, maşınları saxlamağa. Bax burada üstü belə yəni apışıqlı olunub, özdə sıx bahalı apışıqlardan da gələndə görəcəksiniz. Bunun burada da kəməri var, ortada da kəməri var, lap qutaracaqda da kəməri var. Bir dənə də orada fortikası var. Yeri də bax belə tam etdi. Yəni çox yüksək keyfiyyətlə tikilib, ara məsafələrinə qədər qoşa daşla tikilib. Bu qapı amma evin arxası aşağısına girən qapıdır, burada kombinin yeridir. Bax bunun yeri də tam et olunub, görürsünüz. Atmaları da buradan baxın. Bax kakrezilə girmişim, atmaları da baxın. Ara kəsmə daşları görürsünüz, hamısı bax qoşa daşdır. Bax, ara kəsmələri qoşa daşdır. Bunu da göstərim. Bax, burada beton stəşqə verilib. Orada bir fortikası var. Sonra burada da beton stəşqə verilib. Bu evin aşağısıdır. Bütün havalandırmasına qədər hər bir şey hazır vəziyyətdədir. 97 min manatadır. Qiymətində endirim olunacaq. Mütləq daş gəlin bu evə baxın. Ev sahibinin özü ilə danışıb qiymətdə endirim elətdirəsiniz. Neçə daş kürsülüdür? 12 daş kürsülüdür. Bax, şəbəkə pəncərələrləndir. Bax, qıraqları belə qəşəng kantlanıb. Bir də izah edən. Bax, bunlar qabancıqlar qanuni daşdır. Yəni, obuslardan deyil. Necə? Hə, pilləkən də, bax, bu çıxdığımız bu abisofka pilləkən var. Betondan tökülüb. Gələndə indi altından baxanda görəcəksiniz. Bu da evimizin, bax, girəcək hissəsidir. Bax, burada belə keramikada ayaqqabı soyunmaq üçün yer. Görürsünüz nə qəşəng koridoru var. 4 otaqlı evdir. Hamısı da radiator. Bütün otaqlarda da radiator var. Məsələn, bax, koridorun radiatorun yeri bax, buradadır. Deməli, birinci buradan mətbəxi göstərirəm. Mətbəxə baxın. Böyük kvadrat mətbəxi var. Bütün nöqtələr qoyulub. Mebel arası keramikası vurulub. Qaz xəttinə qədər çəkilib hazırdır. Aspiratorun yerinə qədər qoyulub. Bu da şəbəkə pəncərəsidir. Böyük mətbəxdir, görürsünüz. Çox səliqəli mətbəxi var. İndi qonaq otağına baxaq. Görək qonaq otağına boydadır. Bax, bu da qonaq otağıdır, yəni zalı. Ay maşallah, bax belə. Çox səliqəli, səhmanlı bir evdir. Burada da kondisionerin şundurun üçün yer qoyublar. Bir də izah edirəm. Burada bütün otaqlarda radiator olacaq. Bax belə, bu qonaq otağıdır, yəni zalı. Laminatı da qəşəng laminatdır, altından qubqasına qədər vurulub. Yataq otaqlarına baxaq, bu bir yataq otağıdır. Bax, buradan pəncərədən göstərirəm. İndi qaranlıqda göstərirəm, bunun arxasında burada 4 metr yarım məsafə var. 4 metr yarım məsafədən sonra kiminsə yeridir orada. Bu bir yataq otağıdır. Bu bir yataq otağıdır. Bax, bu bir yataq otağıdır. Bu da növbəti yataq otağı. Ümumilikdə 4 otaqlı evdir. Sanitar qovşağını da göstərim. Bax, bu da sanitar qovşağı. Görürsünüz. Hazır tavanı yığılıb, hər bir şey nöqtələri qoyulub. Bu da sürpənin yeri. Bir də izah edəm, Saray qəsəbəsindədir. Nazim marketin arxasındadır. Yoldan olar bir 250-300 metr məsafədə. 4 otaqlı evdir, 2 sotun içərisindədir. 151 kvadratdır, yuxarılı, aşağılı. Çünki aşağısı hündürdür, o da kupçaya aiddir. Mütləq gəlin bu evə baxın. Allah Allah'ın da satanı da xeyir versin. Sağ olun.